Salam Mərzan Saqqal TV izləyiciləri, hamınızı xoş gördük. İnsanoğlunun son illərdəki ən böyük icadlarından biri olan, belə deyək, səhər yuxudan gözümüzü açan kimi ilk baxdığımız WhatsApp proqramı. WhatsApp istifadəçilər artıq bir neçə gündür ki, çətin vəziyyətdə qalıblar, problemlə üzləşirlər. Bəs bu problem nədir? Biz WhatsApp'dan zəng vurarkən səsimiz qırıq-qırıq gedir, danışa bilmirik. Elə alo. Bax belə niyə qalmışıq da sözümüzü deyə bilmirik. Konturumuzda yoxdur ki, qardaş. Yığaq bir baş danışaq. Yaxşı, bəs bu məsələ nədir? Niyə görə WhatsApp'dan zəng vurmaq olmur, bu problemdən biz üzləşmişik? Bu məsələ sizin ürəyinizi sıxdığı kimi elə bizim də ürəyimizi sıxdı və biz vaxt itirmədən internetdə qısa bir araşdırma elədik və bəzi xəbər saytlarında WhatsApp'ın bloklanması ilə bağlı, WhatsApp'ın Azərbaycanla bağlanması ilə bağlı xəbərlərə rast gəldik. Düzdür, bu xəbərlər hələ ki rəsmi qurumlar tərəfindən, nazirlik tərəfindən təsdiq olunmayıbdır, amma fakt hələ ki göz qabağındadır. Fakt göz qabağındadır. Biz WhatsApp-la bugün zəng edə bilmirik. Çoxları fikirləşir ki, əgər səs qırıq-qırıq gəlib gedirsə, bu sürətin zəif olmasına əlaqədar ola bilər. Amma biz bu sınağımızı 100 megabit sürətli fiber optik internet ilə də yoxladıq və eyni nəticəyə, eyni qənaətə gəldik. Bu deməkdir ki, internetlə bağlı problem deyil. Yaxşı, gəmiləriniz bəlkə telefonla bağlıdır. Biz 3-4 tane telefonla da yoxladıq və eyni nəticə çıxdı, yəni dəyişən bir şey olmadı. WhatsApp'dan istifadə edən dostlar, görürük ki bir çare yoxdur və çarəmdə yeni bir proqramda aktarmaq lazımdır. WhatsApp'la yenə siz yazışmalarınızı, səs göndərməmizi edə bilərik. Amma bundan əlavə olaraq biz Line deyən bir proqram var, Skype'ın hələ ki normal istifadə eləmiyoruz. Biz yoxladıq, sonra Signal var ki çoxlarımız istifadə edirik, Signal'la da rahat, təmiz formada biz səssiz zənglər edə bilərik. Hələ ki də bu rəsmi açıqlama gələnə qədər təbii ki, çoxlu şairlər yayılacaq. Elə ən yaxşısı olardı ki, aidiyyatı qurumlar vaxtında rəsmi açıqlamanı bizə versin. Bəs siz də WhatsApp'da bu problemlə üzləşirsiniz. Bəs bunun bəlkə bir çıxış yolu var, bəlkə biz bilmirik. Əgər bunun bir çıxış yolu varsa, bu problemlə üzləşirsinizsə, aşağıda şərhlər bölməsindən yazın, görək bu məsələnin həlli nədir, hansı yolla bu məsələni həll eləmək olar.